Hava bugün güneşli, fikirləşdim neyniyək? Nəvələri götürdüm, gəldik piknik eləyək. Getdi. Atalar yaxşı deyib, dövlətdə dəvə, övladda nəvə. Şəhərin səs-küyündən uzaqlaşıb, uşaqlarla istirahətə gəlmişəm. Bax, burada da şair yaxşı deyib. Yadda qalan xatirə, bunun çoxdur savabı. Menündə də olacaq ləzzətli xan kebabı. Bunun üçün bizə nə lazımdır? Quzu salatı lazımdır, quzu pərdəsi lazımdır, soğan, duz istiyor. Bugün mənə kömək eləyir mənim adaşım. Adı Füzulidir. Bəli. Mən Füzuli, bu Füzuli. Getdik. Getdik. Sarı. Ciğerləri xırda-xırda doğrayaq. Adaşım, ciğerim yandı. Bəlkə bir çay verəsən. Baş üstə. Çay necədir baba? Sağ ol. Güneşin istisi bir tərəfdən, manqalın közü də bir tərəfdən. Amma insan gördüyü işdə sevgi varsa, bütün çətinliklərə baxmayaraq hər şey adama ləzzət edir. İstən söz düşmüşkən, sizə sərin bir xəbərim var. Onu deyim, sonra qayıdaq kebabımıza. 10 illik obanın müştərisiyəm və yenə də qonşu obadayım. Futbolca dünya çempionatının qızğın vaxtında obada maraqlı oyun hazır. Biri 31 iyul tarixlərində biz tətbiqində sürətli yaddaş oyunu keçirilir. Nəvəm də oyunu qoşulur. Kartları açır, eyni məhsulların cütlərini tapırsan. Hər gün 1-5 manat, aylıqsa 5-50 manat mükafat qazanmaq şansı var. Beləliklə həm alış-veriş edirəm, həm də nəvəmin hesabına mükafat qazanırım. Yaddaşlar söz düşmüşkən, yaxşı yadıma düşdü. Xan kebabının ardı qalıb. Gəlin qayıdaq kebaba. Soğan da əlavə edək. Kebabın pərdəsini hazırlayaq. Salatı duzlayaq, qaçışdıraq yaxşı-yaxşı. Salatı dövəcləyək. Bax belə, bax belə. Aha, hazır. Daha sonra dərinin içinə sərgələ bükək. Bu biri hazır. Yem də eləyək. Səbirlə, təmkinlə sərgəli. Közümüz də maşallah hazırdır, gətirdik. Adaşımı görürsünüz, xan kebabını setkanın içinə qoyub gətirəcək közə. Baba, dediğin kimi. Aferin, əla. Duzladıq bir daha üstündən. Biraz səbirlə, təmkinlə gözləyək, çövürdük, hazır. Bu yerdə adaşımın əli yandı, yaman tələsir. Videoda gördüyünüz kimi ləzzəti göz qabağındadır, ancaq bunu isti-isti yemək lazımdır. Söz olan mət kebaba. Hər bir süfrədə Allah tamam olsun, hər bir süfrədə belə bir nemətlər olsun. Həmişə belə xoş günlərə yığışaq eləyək. Bir də ki nə? Göz hakkınızı halal edin. Hə, onda getdik.